Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Əmirli Səxavət, informatika müəllimiyəm. Bu videoda sizə EBOB və KOB-un tapılması algoritmlərinin, blok sisteminin qurulmasından və Python dilində kodunun yazılmasından danışacağam. Bildiyimiz kimi, EBOB ən böyük ortaq bölən deməkdir. Biz danışacağıq, qeyd edim ki, 2 ədədin EBOB və KOB-unun tapılmağından, amma bu algoritmləri 2-dən çox ədəd üçündə istifadə edə bilərik. Yəni 2-dən çox ədədin də EBOB və KOB-larını tapa bilərik. EBOB nə oldu? Ən böyük ortaq bölən, KOB isə ən kiçik ortaq bölünən. Mən sizə danışacağım Evklid algoritmindən. Evklid algoritmi belədir. Təbii dildə ifadə edəsək, Evklid deyir ki, 2 ədədin EBOB-unu tapmaq üçün bu ədədlər bərabərləşənə qədər böyüyünü kiçiyi qədər azalt. Böyüyünü kiçiyi qədər azalt. Nümunə üçün deyə bilərik ki, tutaq ki, A və B dəyişənlərində məsələn 48 və 30 ədədləri var. Bu ədədləri bir-birinə bərabərləşənə qədər böyüyünü kiçik qədər azaldıram. Baxın, 48 30-dan böyüdür. Böyüyü kiçik qədər azaldıram. Yəni 48-i 30 barədə azaltdım. Oldu 18. Bu isə sabit qaldı. Növbəti addımda 30 daha böyük olduğuna görə 30-u 18 barədə azaldıram. Olur 12. Bu isə oldu 18. Sabit qaldı. Növbəti addımda 18 daha böyük olduğuna görə 12 barədə azaldıram. Edir 6. Bu isə 12 olaraq qaldı və son addımda nəhayət hər ikisi 6 olanda artıq EBOB-u tapmış oluruq. İndi eyni algoritmin blok sistemini qursaq. Tutaq ki, şərtimiz belə qoyulub. Girişə veriləcək 2 ədədin EBOB-unu çıxışa verən algoritminin blok sistemini qurun. Əvvəla nə edəcəyik? Bu 2 ədədi girişə vermək üçün parallelogram fiquru çəkirəm. AB ədədlərini girişə verəndən sonra diqqətli olaq. Ədədlər bir-birinə bərabərləşənə qədər, yəni bu əslində bizim dövrümüzün şərtidir. Yəni, nə qədər ki, A B-dən fərqlidir, bu şərt ödədiyi müddətcə ədədlərin böyüyünü tapıb kiçik qədər azaldacam. Əks halda isə, yəni ədədlər artıq bir-birinə bərabərdirsə dövrdən çıxaraq. Deyirəm ki, əgər şərt ödəyirsə, bax gör, A böyükdürmü B-dən? Əgər bu şərt də ödəsə, yəni A B-dən böyük olsa, nə edəcəm? A-nı B qədər azaldacam. Yəni A-ya mənimsədəcəm köhnə A minus B-ni. Yox, şərt ödəməsə, yox cavabı alsam. Onda deyəcəm ki, ədədlərin böyüyü deməli B imiş. B-ni A qədər azalt. Yəni B-yə mənimsəd köhnə B minus A-nı. Və hər iki halda növbəti addıma keçib yoxlayacam, görüm ki, ədədlər bir-birinə bərabərləşdi yoxsa yox. Əgər bərabərləşdilərsə, deməli artıq mən onların EBOB-unu tapmışam və nə edərəm? EBOB-u çıxışa verərəm. Parallelogram daxilində A və yaxud B yaza bilərik. Sonda onsuz da eyni qiymətə alacaqlar. Bu oldu deməli, girişə veriləcək 2 ədədin EBOB-unu çıxışa verən algoritmin blok sistemi. İndi bizə KOB-u da tap desə, tutaq ki, şərt bu dəfə belə qoyulur. Girişə veriləcək 2 ədədin EBOB-unu və KOB-unu çıxışa verəcək algoritmin blok sistemini qurun. Bu zaman kiçik bir riyazi düsturu yadımıza salın. Biz bilirik ki, KOB AB bərabərdir ədədlərin hasili, yəni A vuraq B bölünsün EBOB, yəni bu ədədlərin EBOB-u. EBOB AB. Bu düsturdan istifadə edərək biz KOB-u da tapa bilərik blok sistemdə. Amma diqqətli olan nədə? Sonda mən əgər ədədlərin hasilini hesablasam, bu düzgün olmaz. Niyə? Çünki bizim ədədlərimiz 48 və 30 idi. Sonda A dəyişəni olub 6, B dəyişəni də olub 6. Mən sonda hasili hesablasam 36 taparam. Halbuki ədədlərimin hasili 36 deyil. Deməli, nə etmək lazımdır? Hasil deyə bir şeyi əvvəldə hesablamalıyıq. Çünki dövrün içində ədədlərin qiymətləri dəyişir. Hasili əvvəldə hesablamaq üçün isə gəlib bura yazıram ki, ədədləri girişə verdikdən sonra, yəni A və B ədədlərini girişə verəndən sonra bir dənə H dəyişəni götür və bu H dəyişənində ədədlərin hasilini saxla. A vuraq B-ni H dəyişənində saxlayaq. Və daha sonra dövrüm yekunlaşandan sonra artıq EBOB-u tapmışam. Dövrüm yekunlaşandan sonra artıq EBOB-u tapmışam və nə edə bilərəm? Bu düsturdan istifadə edərək hasili bölə bilərəm EBOB-a.
Deyərəm ki, əkoba mənimsət hasil bölək əbob, yəni A və yaxud B və sonda həm əbobu, həm də əkobu çıxışa verə bilərəm. Biraz səliqəli olsun deyə belə bir şey də yaza bilərik. Deyərəm ki, əboba da mənimsət, tutaq ki, B-ni və sonda çıxışa ver həm ədədlərin əbobunu, həm də ədədlərin əkobunu. Bu oldu deməli, girişə veriləcək iki ədədin əbob və əkobunu çıxışa verən alqoritmin blok sxemi. Düzdür, Evklid alqoritmini daha optimal şəkildə də yaza bilərik. Yəni, belə deyək də, əlavə burada şərt yoxlamadan da bu prosesi yerinə yetirə bilərik. Deyərik ki, B sıfırdan fərqli olduğu müddətcə dövr eləyək. Hər addımda da A-ya, belə deyək, A-nın B-yə bölünməsindən alınan qalığı mənimsədərik. Sonra A-nın B-nin qiymətlərini dəyişərik. Bu formada da yaza bilərik. Düzdür, mən sadə formada izah etməyə çalışdım alqoritmi. İndi keçirik nəyə? Eyni alqoritmin Python dilində yazılmasına. Nə dedik? Girişə veriləcək iki ədədin, deyirəm ki, A və B ədədlərini girişə ver. Fərz edək ki, ədədlər ayrı-ayrı sətirlərdə girişə verilir. Hər ikisi int tipdəndir. Və fikir ver, blok sxemdə nə dedik? Ədədlər bir-birindən fərqli olduğu müddətcə, yəni nə qədər ki A fərqlidir B-dən, neynə? Ədədlərin böyüyünü tap. Yəni əgər A B-dən böyükdürsə, bu zaman A-nı B qədər azalt. Yox, B A-dan böyükdürsə, əks halda B-ni A qədər azalt. B-yə mənimsət köhnə B minus A. Və sonda yenə əbobu çıxışa vermək üçün yaza bilərik print A və yaxud həm əbobu, həm də əkobu hesablamaq üçün nə dedik? Əvvəldə H dəyişəni götürməliyik və H-a A və B-nin hasilini mənimsətməliyik və sonda H-ı dövrdən çıxandan sonra H-ı əboba və yaxud əboba bölməklə A-ya və yaxud B-yə taparıq. Əbobu isə yazıram, əbob mənimsət B. Və sonda print edərik, print həm əbob, həm də əkob. Deməli, bu oldu əbob və əkobun tapılması üçün Evklid alqoritminin Python dilində yazılışı. İndi əlavə bir dənə də qeyd götürmək istəyirəm. Python dilində əbob və əkobu hesablamaq üçün hazır funksiyalar da var. Hansı ki, məz kitabxanasının, məz modulunun daxilindədir bunlar. Gəlin bunların da istifadəsini görək. Deməli, artıq bizə hasil, dövr və s. ehtiyac olmayacaq. Sadəcə nə etməliyik? Məz kitabxanasını daxil etməliyik ki, istifadə edə bilək. Əvvəldə gəlir deyirəm ki, import məz, yəni məz kitabxanasını daxil edək və sonda əbob və əkobu hesablamaq üçün məz kitabxanasının daxilində olan iki funksiyaya müraciət edəcəyik. Deyirəm ki, əkobu, daha doğrusu əbobu hesablamaq üçün məz kitabxanasının daxilində olan greatest common divisor funksiyasının daxilinə A və B-ni parametr olaraq göndər və return edəcəyi qiymət olacaq bu A və B ədədlərinin əbobu. Biz də bunu mənimsədəcəyik əbob dəyişəninə. Əkobu tapmaq üçün isə least common multiple funksiyası var. Bunun da daxilinə yenə A və B-ni parametr olaraq göndərərək sonda bizə əkobunu return edəcək və biz də əkob dəyişəninə bunu mənimsədərik. Və sonda isə nə deyirəm? Print həm əbob, həm də əkob. Bu oldu deməli, əbob və əkobun tapılması üçün Python kodumuz və qeyd edim ki, hazır funksiyalardan istifadə edərək də bunları tapa bilərik. Videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.